Namazda hansı rükətdə olduğunu xatırlamasan, yəni indi ikinci rükətdəyim, amma bir qıldığın dəqiq yadındadır. Deyək, hə? Və yaxud da ki, 3-dəsənmi, 4-dəsənmi şəkdəsən, amma 2 qıldığın yəqinən yadındadır. Və bu zaman alimlər qeyd edirlər ki, az olana qaytarırsan. Yəni yəqin olduğuna qaytarırsan. Və məsələn 2 yadındadırsa, yəqinsənsə, ayağa durduğun rükət 3-dürmü, 4-dürmü bilmirsənsə, o zaman 2 rükət qıldığının üzərində yəqinliyini qurub, ayaqda olduğun rükəti 3 kimi, yəni 3-cü rükətə qaytarırsan. Və Peyğəmbər sallallahu əleyhi və səlləm Müslimin rivayət hədisində buyurur ki, sizdən biri namazında şəkkə düşərsə və neçə rükət qıldığını bilməzsə, yəni 3 yoxsa 4, şübhəni açsın və əmin olduğu rükətin üzərindən namazını davam etsin. Namazına davam etsin. Yəni azın üzərindən davam edirsən. Məsələn 3-dürmü, 4-dürmü deməli şəkk eləyirsənsə 3-cü rükətdə olduğuna qaytarırsan. Və namazı Allah Rəsulü buyurur ki, namazı bitirməmişdən əvvəl isə 2 səcdə etsin. Və ona görə bəzi alimlər deyirlər ki, yəni doğrusunu Allah bilir, səhv səcdəsi isə salamdan əvvəl edilir. Bəli.